Salam, hörmətli müəllimlər. Bugün mən sizə təhsilin dövlət standartları haqqında məlumat verəcəm. 13 standart var. Bunların hamısını ardıcıllıqla bilməsək də olar, amma hamısını bilməli və tanımalısınız. Gəlin baxaq görək, dövlət standartları nədir? Hansı dövlət standartları var? Bilirik ki, dövlət təhsil üçün minimum təhsil standartlarını müəyyənləşdirir. Bütün təhsil müəssisələrində təhsil minimum standartlara cavab verməlidir. Bəs bu standartlar hansılardır? Baxırıq, ümumi təhsilin məzmunu, ümumi təhsilin idarə olunması, ümumi təhsilin maddi, texniki və tədris bazası, ümumi təhsilin infrastrukturu, ümumi təhsil sistemində təhsil verənlərin keyfiyyət göstəriciləri, ümumi təhsil pilləsində təhsil alanların bilik, bacarıq, vərdişlərinin səviyyəsini, məktəbə hazırlıq, ibtidai, ümumi orta, tam orta səviyyələrdə tədris edilən məşğələ və fənlər üzrə ümumi təlim nəticələri, ümumi təhsilin səviyyələrində tədris edilən məşğələ və fənləri, ümumi təhsilin səviyyələri üzrə həftəlik dərs, dərsdən kənar məşğələ saatlarının ümumi miqdarı, ümumi təhsilin təşkilinə verilən ümumi pedaqoji tələblər, təhsil pilləsində təhsil alanlarda formalaşdırılan səriştələr, tam orta təhsil səviyyəsində təhsilin təşkili, ümumi orta təhsil sistemində şagird nailiyyətinin qiymətləndirilməsi və monitorinqi. Deməli, dövlət standartları, bu sadaladıqlarımız hamısı dövlət standartları hesab olunur. Dövlət standartları məktəbə hazırlıqdır, ümumi təhsil fənləridir və onlar üzrə məzmun standartlarının və kurikulumların hazırlanmasında əsas və önəmli götürülür. Və dövlət standartları neçə il qüvvədə olunur deyə sual olunsa, 5 il müddətində qüvvədə olur. İndi gəlin bu dövlət standartlarını ayrı-ayrılıqda incələyək. Baxırıq birinciyə, ümumi təhsilin məzmunu. Yadınızdadırsa, biz ilk dərsimizi keçəndə dedik ki, kurikulum, təhsilin məzmunu, təşkili, deməli ilk məzmun demişdik. Məzmunu dedikdə nə başa düşürük? Və biz qeyd elədik ki, məzmun öyrənilənlər nəzərdə tutulur. Deməli, ümumi təhsilin pilləsində öyrənilənlər məzmun bölməsinə aiddir. Misal üçün, ümumi təhsilin məzmunu dedikdə biz bu zaman dərsliklər, proqramlar, bunları nəzərdə tuta bilərik. Və ümumi təhsilin məzmununu hazırlayan zaman fərdin, cəmiyyətin, dövlətin maraq və tələbatlarını nəzərə almaq lazımdır. Şagirdlərin yaşıdır, fiziki, psixoloji xüsusiyyətləridir, fizioloji, psixoloji xüsusiyyətləridir, əqlidir. Bunlar hamısı nəzərə alınmalıdır və deməli, bu zaman biz nəyi nəzərə aldıq? Deməli, tələb yönümlülüyü oldu və ümumi təhsilin məzmunu, milli, ümumi bəşəri dəyərləri özündə əks etdirməlidir. Bu zaman nələrdir? Dünyəvilikdir, şəxsiyyət yönümlülükdür, şagird yönümlülükdür, nəticə yönümlülükdür, varislikdir, inteqrativlikdir. Bu prinsiplər əsasında hazırlanmalıdır və şagirdlər tətbiqi, tərbiyəvi xarakter daşımayan, milli, mənəvi, bəşəri, ənənəvi dəyərlərə zidd olan, elmi cəhətdən təsdiqini tapmayan, mübahisə doğuran, bu kimi məsələlərin daxil edilməsi yol verilməzdir. Təkrar edirik, biz məzmun bölməsində nəyi nəzərdə tuturuq? Təbii ki, məzmun bölməsində öyrədiləcək hissə nəzərdə tutulur. Ümumi təhsilin məzmununa aid elədik. Dünyəvilik, şəxsiyyət yönümlülük, şagird yönümlülük, nəticə yönümlülük, varislik və inteqrativlik. Bunlar əsasında hazırlanır. Bu prinsiplər əsasında hazırlanır. Bəs keçirik ikinciyə. Ümumi təhsilin
idarə olunması. Bəs ümumi təhsilin idarə olunma prinsipləri hansılardır? İdarə olunmasında hansı prinsiplər? Biz ümumi təhsilin məzmununda dedik ki, prinsip deyəndə dünyəvilik, şəxsiyyət yönümlülük, şagird yönümlülük, nəticə yönümlülük, varislik və inteqrativlik. Bəs idarə olunmasında, təbii ki, idarə olunmasında isə hesabatlılıq, məsuliyyətin bölüşdürülməsi və inkişafın monitorinqi prinsipləri əsasında həyata keçirilir. Bəs hesabatlılıq nədir? Məsuliyyətin bölüşdürülməsi nədir? Monitorinq nədir? Hesabatlılıq dedikdə, tutaq ki, bir müəssisədə işləyirik. Bu müəssisədə vəzifəlilər, rəhbərlər bir-birlərinə hesabat verir. Yəni, öz işləri haqqında bir-birlərinə hesabat verirsə, təbii ki, bu hesabatlıq mütləq şəkildə olmalıdır. Cavabdehdirlər çünki və onlar öz məsuliyyətlərini təmin edirlər. Amma məsuliyyətin bölüşdürülməsi dedikdə, yenə həmin o idarə olunma prosesində şəffaflıq yaratmaq üçün təbii ki, bu zaman öz işinə məsuliyyətli yanaşmalıdır və nəzarət etməlidir. Bu da məsuliyyətin bölüşdürülməsidir. Monitorinq dedikdə, misal üçün, məktəbimizin rəhbəri gəlib müəllimin dərsində oturub, onun dərs metodlarını, onun necə keyfiyyətli dərs keçdiyini monitorinq şəklində yoxlaya bilər və yaxud da ki, təhsil alanların bilik bacarığını yoxlamaq üçün monitorinqlər təşkil oluna bilər və bu nəzərdə tutulmuşdur. Keçək ümumi təhsilin maddi-texniki bazası standartına. Bəs maddi-texniki tədris bazasına nələrə aid etmək olar? Maddi-texniki tədris bazası dedikdə, bunlara laboratoriyalar, emalatxanalar, idman və akt zalları, tibb otaqları, yeməkxanalar, mebel avadanlıqları, kommunikasiya texnologiyaları, audio-vizual avadanlıqlar, sonra əyani vəsaitlər, sonra dərsliklər, bunlar maddi-texniki baza gedir. Amma infrastruktur dedikdə, 4-cü standartımıza baxın, ümumi təhsilin infrastrukturu. Misal üçün, infrastruktur deyəndə biz binanı götürürük. Maddi-texniki baza deyəndə binanın içərisinə aid olanları götürürük. Misal üçün, binanı deyirik infrastrukturdur. Deyək ki, kitabxana. Kitabxana infrastruktur kimi götürürük. Amma kitabxananın içərisində olan kitabları maddi-texniki baza kimi götürürük. Belə aid edə bilərik. Deməli, kitabxananı infrastruktur kimi götürürüksə, dərslikləri maddi-texniki baza götürürük. Rabitədir, sudur, istilikdir, təlim meydançalarıdır, idman, sadə idmanlardır, binadır, qurğulardır, sonra tibbdir. Bunların hamısını infrastruktura aid etmək olar. Amma maddi-texniki baza dedikdə, artıq orada laboratoriyaları, emalatxanaları, zalları, elə bir binanın daxilinə aid olanları da maddi-texniki baza kimi götürə bilərik. Bəs təhsil sistemində təhsil verənlərin, yəni müəllimin keyfiyyət göstəriciləri nədən ibarətdir? Onu qeyd edeyim ki, ümumiyyətlə, ümumi təhsil müəssisələrində kimlər belə deyək, pedaqoji fəaliyyətlə məşğul ola bilərlər? Ümumi təhsil müəssisələrində müvafiq ixtisas üzrə pedaqoji təhsilə malik olanlar, pedaqoji təhsili olmayan ali təhsili mütəxəssislər hansı ki, pedaqoji fəaliyyətlə məşğul ola bilərlər. Hətta, misal üçün, öz ixtisaslarına yaxın olan bir ixtisas üzrə uzaq bir rayonlarda, ucqar kənd yerlərində zəruri hallar yaranarsa, gedib orada, əgər kadr çatışmazlığı varsa, orada dərs keçə bilərlər. Hətta o fənni tədris edə bilərlər. Öz fənlərinə yaxın olan hər hansı bir fənni. Ümumi təhsil sistemində çalışan müəllimlər ixtisası, elmi nəzəri biliklərə, uşaqlarla həssas ünsiyyət qurma iş bacarığına, əxlaqi mənəvi keyfiyyətlərə, pedaqoji etika, mədəniyyətə, əməkdaşlıq, tədqiqatçılıq, qabaqcıl, pedaqoji təcrübələrin bəhrələnmək bacarığına, məsuliyyətlik, cavabdehlik, bu kimi belə deyək, qabiliyyətlərə malik olmalıdır. Bəs ümumi təhsil pilləsində təhsil alanların
bilik, bacarıq və vərdişlərinin səviyyəsi 6-cı standartımıza baxırıq. Deməli, ümumi təhsil pilləsində təhsil alanların bilik, bacarıq, vərdişlərinin səviyyələrini necə müəyyən edə bilərik? Biz bilirik ki, hər bir səviyyələr üzrə belə deyək də, onların nailiyyət səviyyələri var. Misal üçün, deyək ki, ibtidai təhsil üzrə, ümumi orta təhsil üzrə, tam orta təhsil səviyyəsi üzrə, o təhsil proqramları üzrə qazandıqları təlim nailiyyətlərinin səviyyəsinə görə onların bilik, bacarıq, vərdişləri müəyyən etmək olar. Bəs ümumi təhsil pilləsində təhsil alanlarda formalaşdırılan səriştələr hansılardır? Və səriştə təhsil prosesində mənimsənilmiş hər hansı bir fəaliyyətdir, hər hansı bir belə deyək, sosiallaşmadır, cəmiyyətə inteqrasiyadır, hər hansı bir məşğulluqdur. Yəni bu kimi dəyərlərin bir məcmusudur. Və növbəti dövlət standartımız ondan ibarətdir ki, təhsilin təşkilinə verilən ümumi pedaqoji tələblər, təhsil alanlarda formalaşdırılan dedik səriştələr, tam orta təhsil səviyyəsində təhsilin təşkili, qiymətləndirmə və monitorinqi. Biz qiymətləndirməni ayrıca keçəcəyik. Ondan əlavə deyə bilərəm ki, qiymətləndirmənin bir sıra növləri var. Qiymətləndirmə şagirdin nailiyyət səviyyəsinə qoyulan dövlət tələb edir ki, o ardıcıl və sistemli xarakter daşıyır və təhsilin keyfiyyətinin idarə olunmasına xidmət edir. Və şagirdin qiymətləndirilməsi şəffaflıq, etibarlılıq, obyektivlik, qarşılıqlı əməkdaşlıq prinsipinə yönəldilməlidir. Və məktəbdaxili qiymətləndirmə, yekun attestasiya, milli, beynəlxalq qiymətləndirmə növlərini əhatə edir. Və məktəbdaxili qiymətləndirmə, misal üçün diaqnostik, formativ, summativ qiymətləndirmələr var ki, bunlar keçirilir. Diaqnostik qiymətləndirmə deyəndə bilirik ki, o ilkin qiymətləndirilmədir. Yəni şagirddə ilkin qiymətləndirmə aparan zaman biz diaqnostik qiymətləndirmədən istifadə edirik. Formativ qiymətləndirmə dedikdə o hər bir fənn üzrə yerinə yetirilir və belə deyək, şagirdin hər hansı bir belə deyək, fəaliyyətini izləməkdir, onun qarşısına çıxan çətinlikləri müəyyən etmək, onun məqsədi ilə formativ qiymətləndirmədən istifadə olunur. Summativ qiymətləndirmə isə o da yenə, misal üçün, ildə hər bir yarım summativ qiymətləndirmə hər bir bölmə sonu keçirilir ki, hər bir fənn üzrə təhsil proqramında müəyyənləşdirilmiş məzmun standartlarının mənimsənilməsi üçün əldə etdiyi nailiyyətlərin qiymətləndirilməsi səviyyəsinə görə ölçülür. Milli qiymətləndirmə də müxtəlif siniflərdə ayrı-ayrı fənlər üzrə keçirilir. 3-5 ildən bir təşkil olunur. Beynəlxalq qiymətləndirmə var ki, bu zaman təlim göstəriciləri əsasında ümumi təhsilin mövcud vəziyyəti barədə təsəvvür əldə etmək, problemləri aşkara çıxarıb, həll yollarını müəyyənləşdirmək. Yenə beynəlxalq qiymətləndirmə də 3-5 ildən bir keçirilir. Yekun attestasiya qiymətləndirilməsi var ki, o da yekun attestasiya ümumi təhsil pilləsinin ümumi orta, tam orta, misal üçün 9-cu sinifi bitirir, 11-ci sinifi bitirir. Bu səviyyələr üzrə başa vurduqdan sonra onların nailiyyət səviyyəsinin qiymətləndirilməsi məqsədi ilə yekun attestasiya qiymətləndirilməsi keçirilir.